Salam ərz eləyəm əziz dostlara. Təzə ili və bayramı millətimin bütün şərif insanlarına təbrik və təhniyət ərz eləyəm. İnşallah bu illəri can sağlığı ilə tamamı xəstələrinizə və tamamı arzularınıza rahatçılıqla əl tapasınız. Daşın divarəsində bir coğan ya dibək təraşlanıbdı. Coğan əgər tək gəlsə və daşın və qayənin divarəsində təraşlansa, biz üçün mühüm və ərzişmənd olacaq. Çünki bir bağ ərziş hədəfin olduğunu göstərəcək. Bu bizim gözəl coğanımız ki, daşın divarəsində gəlibdi. Coğanın qırağında Allahın gözəlliklərini görüyoruz. Gözəl Noruz gülü ki, iki qayənin arasında bitibdi. İcazə versiniz, bu gözəl gülün birini yontacağım və bu ünvanı bayramlıq sizin hamınıza təqdim eləyəcəyəm. Əlimdən gələn budur. İnşallah ki, həmişə bu gül təkin şadab, sərihal və gözəl olasınız. Bu bizim coğanımız ki, təraşı kamilən müşəxxəsdir. Bir miqdar gizlin halətində coğandır. Çünki qıraqlardan baxsın, bu coğan görsənməyir və təqribən gizlindir. Coğanın caygahına baxınız. Şəfdən ta coğanəncək təqribən yarım metr olar və bu coğan yerin yarım metr irtifasında gəlibdi. Coğan əgər səxrənin aşağı qismətində gəlsəydi, hədəfin düz öz qabağında verəcəkdi. Bu irtifada coğanlar hədəfin qıraqlarında və ruberusunda verərlər. Və əgər coğanımız səxrələrin uca qismətində gəlsə, səxrənin uca qismətində qurdaxmə və polombi verər. Bir miqdar tizbin olsuz və bir miqdarda məharətiz olsa, rahatçılıqla eləyə bilərsiniz ki, coğanı divarəyinin hədəfin yerini tapasınız. Bu coğan bainki çox ba ərzişdir. Hədəfin də yoxunluğunda və təqribən rahat yerdə verər. Çünki hədəfin neçə qədəm ətrafında verəcək və uzaq məsafədə işarə eləməz. Bu bizim coğanımız. Diqqətli baxsınız, görəcəksiniz ki, coğanın içi qolçəng bağlayıbdır. Bilinək ki, təqribən qisməti də yuxarıdır və cədid təraşə döyür. Coğan əgər bir cür tək gəlsə, neçə qədəm ətrafın bərrəsi eləyəcək. Ətrafın dəqiq gəzəcək. Bir furu rəftəci, bir məşğul sideman, bir bərcöstəci yer və hətta bir nişanə təsbiti hədəfin yerini biz üçün göstərə bilər. Bu qismətlərdə məşğul şey görsənməyib və kollən təbiəti səxrədirlər. Təsbiti nişanı da yoxdur. Bu qismətdə coğanın altı, bu qismətdə ruberusudur. İndi o ən qismətin bərrəsi eləyəcəyəm. Görüyoruz ki, coğanın bir yan qismətində iki dənə bu şişlidə təraşə varımızdır. Baxınız. Bunların da içi qolçəng bağlayıbdır. Çünki bu təraşələr coğan ilə həmzaman təraşlanıblar.
və dövrəsi 1. Bu nişanə biz üçün təsbiti ola bilər. Vaxtı bücürriz nişanə Coğanə divarının ətrafında gəlsə, deyə bilirəm ki, 90% biz üçün təsbiti ola bilər. İndi bilmiyor ki, hədəfimiz casaz şirklidədir, ya inki daş altında, ya torpaq altındadır. Gələk dəqiqən bərrəs eləyəm. Əgər bu şəraitdə sistem də yanımızda olsa, bizim işimizi çox rahatlar eləyəcək. Təraşələrə baxız. Bir balaca iskənə təkin, bəli bir miqdar eynə şiar haləti var idi. Deyə bilirəm ki, 2 dənə balaca şiardır ki, muvaziyə həm gəliblər. Əgər bunlar uzun olsaydı, həman toru ki, qəblən amuzəş vermişdim, bizə bir hədəfi çölün içində verəcəkdi. Vəli üçün təraşələr və şiarlar rizdilər. İmkanı çoxdur ki, hədəfimiz yer altında və hətta casaz alətində ola. Bu qismətləri görəysiniz. Bunlar daşın layəsidir. Əgər bura daşınanmırsan, boşluq səsi verəcək. Pəs bir cür şəraitdə bu səsləri casazla iştiba tutmayız. Bu günləridən nöqtəzəni də gətirmişəm. Ta bu coğanın ətrafın nöqtəzənlə dəqiq bərrəs eləyən və görən ki, hədəfimiz nə mənədir? Aya bu aşağıda məqbərəmiz ola bilər, ya inki daşların içində, hətta casazımız da ola bilər. Pəs bunlar bizim təsbitimiz. Bu iki təbiətdir, heç buna xas marid deyil. Vəli bu 2 dənə təraşədirlər. Divarəyi coğan bizim təsbitimiz. İndi təsbitinin aşağı qismətinə baxız. Bu calib daşımıza baxız. Müşəxxəsdir ki, bu daş bura qurulubdur. Bura diqqətli baxız. İndi bu daşları görürüz. Bir ədif xırda daşlar. Müşəxxəsdir ki, bura qurulublar. Və bir dənə də yekə daşı bunun üstünə qurublar. Qəblənki dəstgah vuram. Özüm ehtimal veriyəm ki, bura bir giriş ola. Çünki kamilən tablodur. Bir daş, 2 daş, 3 daş. Bu 3 dənə daş bura qurulublar və dövrələri və altları da zirsazi olunubdur. Təsbitimiz də o nöqtədə gəlibdir. İndi coğanın dibin və kollə bu daşları siz üçün nöqtəzənlə imtihan eləyəcəyəm. Və test alacaq. Görən ki, aya daşın içində casazvarımızdır, ya hədəfimiz bu daşların altındadır.
Əgər nöqtəzəni vənkuiş var üzdi və istəyirsiniz vənkuiş ilə daşların içində casas tapasınız, bunu ərz eləyim ki, səyyəliz bir miqdar dəstgahın həssasiyyətini azaldız. Çünki əgər həssasiyyəti dəstgah yuxarı olsa, daşın içindəki rizlərin zərratı da tutacaq. Çünki vənkuiş çox həssas bir nöqtəzəndir. Bununla rizlərin cinsi də tapmaq olar. Mən özüm hətta iynə nazikliyə cins bundan tapmışam. Bir sətizən nöqtəzəndir. Dərin işlərə cavab vermir. Vəli balaca casazlara və dərinliyi az qəbirlərə və həmçinin qəbirlərin içinə çox qəşəng nöqtəzəndir. Omq təqribisi və omq mufidi deyə bilərəm ki, təqribən 1 metr 30 santidir. Yekə cinsiləri 1 metr yarımlıqda da vurur. Vəli dərkol bir dəstgahdır ki, sətizəndir. Əgər səthi işlər var üzdi, nöqtəzəni vənkuiş ilə eləyə bilərsiniz ki, nəticə alasınız. Vəli dərin işlərə əslən cavab bu deyil. Xoş. Coğanın ətrafından başlayam. Əvvəl dəstgahı test eləyəyim. Yox. Bunu da rədd elədi. Bu da zərratdır. Gələk koilitikam verəndə, həm rəfdə və həm bərgəşdə, əgər casaz olsa, gələk üstündə müdavim ahin sala. Bunlar ki, bəzən rədd eləyir. Bunlar zərratdır. Bu qismətlərdə heç quna xas morid yoxdur. Coğanın ruberusunu bərrəsi eləyəm.
Fe'len heç Morris ki tapa bilməmişik və heç frekans ala bilmiyor. İndi təsbiti nişanəmizin böyrünə vuruyam. Görüyoruz ki, aya təsbitimiz böyründə casaz verək, ya inki aşağı qismətinə işarə eləyək. Yox, bu da zərratdır. Heç quna casaz ala bilmədim. İndi yeri bərrəsi eləyəm. Bırdalı. Baxız, həm rəftidə, həm bərgəşlidə nöqtə zəmbiri və müdavim ahəngsalı. Bu cinsidir. Bu qismətdə vuraq. Əslən müşəxəs idi. Bu çiğdəmandan müşəxəs idi ki, o təraşələr işi təsbit eləyək və coğan ilə o iki dənə təraşə hədəfin daşın altında verək. Halətlərini dəyişim. İndi sikkənin üstündə də imtihan eləyəm. Bunu vursam, bu ol metaldır. Tamamilə cinsləri və filizləri tutayım. Hətta ahəni də. Vəli üçün əhdafı ahəni bizim karımıza dəymək. Ona görə həsvi ahən eləyəm. Və ərzişmən səy eləyəm ki, əmvalları tutam. Pəs hər yerdə əlan ərzişmən cinsimiz və filizimiz olsa, nöqtəzən vuracaq. Baxız, bunlar da əslən vurmayın. Vəli həminki bura gətiriyəm. Dəstgah səsə düşək və kamilən bu cinsi burada tutayıq.
Bu da bir nümunə gözəl iş idi ki, xoşbəxtana xidmət üzə görsədə bildim. Pəs hər yerdə coğanı divarəyi görsüz. Heç moğə rahatçılığından qırağından soğuşmayız və dəqiqən bərrəs yeliyiz. Çün divarədəki coğanlar dəfinə verərlər. Bu bizim coğanı divarəyimiz ki, təqribən gizlin halətindədir. Bu 2 dənə bizim təsbitimiz və dəfinəmiz düz 3 metr coğanın qırağındadır. Fikr eləydim ki, işin dərinliği bir miqdar yuxarı yola. Çün bu çiğdəmanı ki vardı. İşin omğun təqribən yuxarı görsədik. Vəli nöqtəzənimiz çün sətizən nöqtəzəndir. Bu cinsi tutdu. Ehtimal verəyəm ki, işin dərinliği 1 metrdən aşağı yola. Bəlkə də dəstgah tutduğu dəfinə sərmaldır. Və dəfinənin əslisi daşların dalında və yerin içəri qismətindədir. Vəli dərkol xoşbəxtana dəstgahımız tutdu. Yenə də gələn videoda görüşərik. Ya haqq.